اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Allah'a hamd senalar olsun. Bir daha ömrümüzdə mah-ı mübarək Ramazan ayını və xüsusən bu ayın ən əzəmətli gecələrindən hesab olunan, ehtimal olunan Qədr gecəsini Allah evində əhya saxlamağı, bu gecələri yaşamağı, bu gecələrin ibadət itaətləri ilə məşğul olmağı bizlərə nəsib elədi. Elə bir ayın, elə bir rəhmət saatlarının içərisindəyik ki, insanın bütün ömründən üstündür. Bütün yaşayışından üstün bir gecəni yaşayırıq. Necə ki, əziz Peyğəmbərimiz Qədr gecəsinin barəsində Allah tərəfindən nazil olmuş ayələri insanlara çatdırarkən buyurdu: Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr ve ma adrake ma leyletul qadr. Leyletul qadr hayrun min alfi şehr. Həqiqətən biz Allah Peyğəmbərinə xitabən Qur'anı bu gecədə nazil eləmişik. Quran bu gecə nazil olub. Ümumilikdə hədislərimizdə var, bütün səmavi kitablar hamısı Ramazan ayında da nazil olub. Tövrat da, İncil də, Zabur da, hamısı və Qur'an-ı Kərim də bu ayda nazil olub. Bu ayın əzəmətinin göstəricisidir ki, Allah bu ayda bəndələri ilə danışır. Bu ayda bəndələri ilə birbaşa rabitə qurur Allah. Öz kitabını göndərməklə, öz kəlamlarını göndərməklə. Və ma adrake ma leyletul qadr. Peyğəmbər, heç sən də bilmirsən Qədr gecəsi hansı əzəmətə malikdir. Yəni, bu gecənin elə bir əzəməti var ki, bu yalnız və yalnız Allah yanındadır. Bunun sirri, bunun əzəməti, bunun mükafatları hamısı Allah yanındadır. Leyletul qadr xayrun min alfi şehr. 1000 aydan fəzilətlidir. Yəni, belə bir gecədir ki, bu gecədə insanın hər etdiyi əməl 1000 ay, təqribən 83 il dayanmadan o işi görməyə bərabərdir. Bu gecə bir dəfə Subhanallah deyəcəksən, sanki 83 il Subhanallah dayanmadan demirsən. Bu gecə bir dəfə Əstəğfirullah deyəcəksən, sanki 83 il dayanmadan Əstəğfirullah demirsən. Allah necə bir dənə lütf, mərhəmət qapısı açıb üzərimizə. 70 dəfə Əstəğfirullah və Ətubu İləh zikrini dedik. 70 dəfə. Bunun hər bir dənəsi 83 ilə bərabərdir. 83 il bir insan dayanmadan bu zikri desə, bir dəfə Qədr gecəsində bu zikri deməyə bərabərdir. Hətta bu Qədr gecəsində deyilən zikir 83 il deyilən zikirdən də üstündür. Çünki Quran-ı Kərim buyurur, Leyletul qadr xayrun min alfi şehr. Demir ki, Allah bərabərdir 1000 aya. Deyir, bu gecə 1000 aydan da fəzilətlidir, hətta üstündür. Biz hesabın
apara bilmərik hətta bu gecənin əməllərini. Ona görə bu gecə bir fürsətdir, bizim əlimizə düşür. Bir fürsətdir ki, Allahla rabitə yaradaq. Bir fürsətdir ki, Allahla pozulmuş əlaqələrimizi yenidən bərpa edək. Bir fürsətdir ki, Allahla barışaq. Bir fürsətdir ki, Allaha tərəf qayıdaq. Böyük ariflərdən biri deyirdi, keçən il mən yadımdadır o sözü, o arifin dilindən təkrar eləmişdim. Deyirdi, əslində bizə deyirlər ki, bu gecə bizim üçün fürsət gecəsidir. O arif deyirdi bu sözü, deyirdi ki, amma Allah, mən deyirəm ki, bu gecə Allah sənin üçün fürsət gecəsidir. Mən dolandım bir il, amma yenə qayıtdım sənin qapıya gəlmişəm. Fürsətli tut, saxla məni, buraxma da əlini. Dəy, qoyma gedim başqa qapıya. Ona görə əzizlərim, bu doğrudan bir ilahi lütfüdür, bir ilahi mərhəmətdir ki, Allah bir il hər necə yaşamağımıza baxmayaraq, harada nə cür, hansı səhvləri etməyimizə baxmayaraq, bir daha bizə icazə verdi ki, gəl mənə bu gecə bir də etiraf elə, bir də məndən bağışlanmaq bilə. Bu icazəni bizə Allah verir. Amma gərək insafımız olsun. Gərək insafımız olsun ki, Allaha elə bir söz verək ki, dahi qayıdışı olmayan bir söz ki, ona da nəsuh tövbə deyilir. Qayıdışı olmayan bir tövbə. Allahla bu gecə öz əlaqələrimizi bərpa edək. Bəs biz nədən tövbə edək? Bu gecə biz nədən tövbə etməliyik? Və Allahdan nə istəməliyik bu gecə? Axı bizə deyiblər ki, bu gecə dualar qəbul olur. Qədir gecəsinin mənası budur ki, neçə məna aliblər? Biri budur ki, qədri bilinməli gecədir. Biri budur ki, qədərimiz bu gecə təyin olunur, müqəddəratımız bu gecə təyin olunur. Ona görə bu gecə Allahdan bütün istəklər, bütün dualar qəbul olur. Bizə Allah icazə verib, imkan verib ki, bu gecə biz bir illik öz müqəddəratımızı özümüz təyin edək. Amma necə təyin edək? Elə görəsən, məsələn, elə biraz sağlamlıq Allahdan istəyək, biraz Allahdan pul istəyək, biraz o birisi işlər istəyək. Tam əminliklə deyirəm. Mən bu vaxta qədər oxuduğum hədislərdən aldığım nəticəni əminliklə sizə deyirəm ki, onları bu gecə Allah istəməyən bəndələrinə də verəcək. Bu gecə onları istəməsək belə Allah verəcək. Bu gecə Allahdan fürsət gecəsində əzəmətli bir şeylər istəməliyik. Sanki bizə bir dəfə ömrümüzdə fürsət verirlər ki, bir adamın qəbuluna getmişik ki, o bizim həyatımızı dəyişmək imkanları var. Hər şey biz üçün etmək imkanları var. Gedib ondan cılız bir şeylər istəmərək ki, samballı bir şey insan öncədən düşünər. Bu gecə biz elə bir şeylər Allahdan istəməliyik ki, ona hər kəs üzrə oturub düşünsün. Mən nə istəyim? Mənim həyatımın çatışmamazlığı nədən ibarətdir? Bəlkə mənim və yaxud dünyamın çatışmamazlığı İmam-ı Zamanın olmamağıdır. Mən detalları istəyirəm Allahdan. Amma bütün detalların səbəbi var, səbəbi qoymuşuq qırada. Səbəbin özü ilə məşğul deyilik. Səbəb İmam-ı Zamandır. İmam-ı Zamanın gəlişi bir çox problemləri həll edəcək. Fərdi problemlərimizi də həll edəcək. Ümumbəşəri problemləri də həll edəcək. Ona görə bu gecə bunların barəsində düşünək. Mən bir daha deyirəm, tam əminliklə, Peyğəmbər minbərindən deyirəm. Bu gecənin ən böyük ibadəti bilirsiniz nədir? Bu gecənin ən böyük ibadəti öz halımız barədə düşünək. Namaz da yaxşıdır bu gecə, zikr də yaxşıdır bu gecə, Coşan Kəbir də yaxşıdır bu gecə. Amma bu gecə ən böyük məsələ bizim düşünməyimizdir. Düşünək və aylaq, düşünək və dərk edək. Bu çox mühümdür. Qumel duasının sonlarında bir cümlə keçir. Ya səri ər-rıza. Ey tez razı qalan Allah. Ariflərdən biri deyir ki, ehtiyac yox idi əslində Qədir gecəsində bizim gəlib uzun uzadı bir Coşan Kəbir duası oxumağımıza. Buna ehtiyac yox idi. Çünki səri ər-rıza qapısına gəlmişik, tez razı olanın qapısına gəlmişik. Sadəcə deyir, bu ədəbin tələbidir. Ədəb tələb edir ki, bu qapını döyək. Bu
Bu gecə elə oturaq düşünək. Bir neçə saat sübhə izan vaxtımız var, yaxşı düşünək barəmizdə. Mənim öz halımı nələr dəyişə bilər? Bugün mənim cəmiyyətimi nə dəyişə bilər? Mənim dünyamın islahı nədən ibarətdir? Bunların barəsində düşünməliyik əslində. Və necə istiğfar etməliyik? İlk növbədə insan 100 dəfə yox, 1000 dəfə də azdır. 10.000 dəfə də əstəğfirullah və ətubu iləh zikrini deməkdənsə, bir dəfə günahını başa düşməyə kifayət. Allah üçün bizim çoxlu zikri təkrarlamağımıza ehtiyac yoxdur. Sanki bizdə belə bir təsəvvür yaranıb, mən gərək yalvarım, Allah məni bağışlasın. Xeyr əzizlərim. Allahın barəsində biz səhv zənn edəyik. Allaha çox yalvarmağımıza ehtiyac yoxdur. Allaha düz yalvarmağımıza ehtiyac var. Allaha düz etiraf etməyə ehtiyac var. Mən başa düşüm ki, Allahın müqabilində günah etmişəm, bu günah nə qədər çirkindir. Və etiraf edim. Bir nümunə çəkim, mən adətən bu nümunələri çəkirəm ki, biz üçün daha yaxşı aydın olsun. Bir dostumuzla inciliyi var. 100 dəfə adam arasında otururam, mən ona deyirəm ki, bağışla da məni, bağışla məni. Amma o adam başa düşür, hiss edir ki, mən ona bağışla deyirəm, amma hələ günahımı, səhvimi başa düşməmişəm. O heç vaxt qəlbdən məni bağışlamayacaq. Amma bir dəfə o dost hiss eləyəndə ki, mən qəlbən öz səhvimi dərk eləmişəm, başa düşmüşəm, heç bağışla məni deməyə ehtiyac qalmır bəzi hallarda. Hamınız razılaşırsınız mən bu sözümlə. Bəzi hallarda tərəfin sənin günahını başa düşməyin kifayət edir ki, ona bağışla deməyəsən. Ehtiyac qalmır. Hətta o özü istəmir, razı qalmır ki, sən ondan bağışlanmaq diləyəsən. Özü bağışlayır day səni. Çünki görür ki, sən başa düşdün. Biz bu günləri gələk deyək ki, Allah, mən başa düşdüm ki, sən boyda xaliqi qoyub hansı qapılara getdimsə mən zəlil oldum. Mən bu gecə etiraf edeyim ki, Allah sənlə danışmağın ləzzətini qoyub, mən ləzzətləri başqa yerlərdə axtardım. Allah, mən ləzzəti harada gəzirdim? Və doğrudan tapa bilmədim, məyus oldum. Harada axtardığımız ləzzətlər ki var idi, o ləzzətlər hamısı bizi məyus etdi, etmədi. Hansında biz ləzzət tapa bildik, heç yerdə tapa bilmədik. Getdiyimiz ləzzət yollarında həmişə peşmançılıqla rastlaşdıq. Ona görə Allah deyir ki, mənlə əlaqə qurmağın bir dənə ləzzəti var. Mən səni bu üçün yaratmışam. Sən istəsən ki, ruhun pərvaz eləsin, ləzzət aparsın, mənlə rabitəni düzəltməlisin. Bugün Allaha söz verməliyəm ki, Allah, sən məni iradə sahibi yaratmışsan. Mənim iradə sahibi olmağımın sübutu da Ramazan ayıdır. Mən səhərdən axşama qədər bütün halal nimətlərdən əl götürürəm, çəkinirəm. Demək ki, Allah, mən bir də günah etməməyə gücüm çatacaq bir kişiyəm. Xüsusi vurğulayıram bunu. Kişiyəmsə, mərd insanamsa, mərd insanın yaşayışı namərd olmamalıdır. Mərd insan Allahı qoyub şeytanın qapısına getməməlidir. Mərd insan Allahla münasibəti təxirə salıb, lazımsız yerlərdə oturmamalıdır. Günah məclislərində oturmamalıdır. Bu gecə Allaha bunu söz verməlidir insan. Bunu Allaha itiraf eləməlidir. Mən sənin Allah, bəndəçiliyi yaşamaq üçün bu dünyaya gəlmişdim. İmam Sadiq əleyhissalamın hədis buyurur, Vəllah ma yəncu minəzzən illə mən əqarrədir. Allaha and olsun, günahdan nicat yolu yalnız və yalnız onu iqrar etməkdir. Şimdi ki, Allah, mən başa düşürəm, mən günah eləmişəm. Mən başa düşürəm ki, sənin qarşında ədəbsizlik eləmişəm. Bunu Allaha etiraf edək bu gecə. Bunları oturaq, düşünək özümüzlə.
və özümüzə bir dənə söz verək. Mümkündür, ömrümüzün son fürsətidir. Belə düşünməyək ki, mən 10 ildir gəlib Əhliyə gecəsində Allaha söz verirdim, sonra Qədr gecələri bitəndən sonra gedirdim yenə günah edirdim. Düşünməyim ki, bir də Allah mənə o fürsəti verəcək. Bəlkə mənə Allah bu sonuncu fürsətdir verib. Elə bu Ramazandan sonra, bu Qədr gecəsindən sonra Allah dərgahına qayıdacam. Birdən günahla qayıtsam, birdən yenə o peşmançılıqlarla qayıtsam, onda necə olar? Buna görə bu gecə Allahla elə möhkəm bir dənə rabitə qurar, elə möhkəm bir dənə razı niyaz edir ki, bir daha da qayıdışı olmasın. Bizə deyiblər ki, Qədr gecəsi qiyamətlə çox oxşardır. Qədr gecəsinin qiyamət hadisəsi ilə oxşarlığı bilirsiniz nədir? Orada da nigarançılıq var, burada da nigarançılıq var. Qiyamətdə hamı nigaran olacaq da, görəsən indi mənim əməllərim qəbul olunub, görəsən indi mənim əməl dəftərimi sağ tərəfdən verəcəklər ya sol tərəfdən verəcəklər. Müqəddəratımız qiyamətdə həll olacaq. Bu gecədə nigarançılıq gecəsidir. Bilmirik bu gecə Allah bizim taleyimizi xoşbəxtlərin zərcəsində yazacaq ya bədbəxtlərin zərcəsində yazacaq. Amma deyiblər ki, bu gecənin qiyamətdən bir dənə fərqi var. O da bundan ibarətdir. Qiyamətdə dahi nəyisə dəyişmək, nəyisə düzəltmək imkanımız yoxdur. Getdik, dəftəri necə verdilərsə biz o cürdür. Amma bu gecə müqəddəratımızı dəyişmək ixtiyarını Allah öz əlimizdə qoyur. Hamımız, hər birimiz bu gecə öz müqəddəratımızı, öz taleyimizi dəyişə bilərik. Yaxşıların da zərcəsində yaza bilərik, pislərin də zərcəsində yaza bilərik. Rəvayətdə var, bir mələklər bu gecə gələrlər, deyərlər ki, Allah, bu bəndün elə də pis bəndə deyil. Çox pis bəndə deyilmiş ki bu. Biz bunu bir ildir günahda görürük, amma bu o qədər də pis bəndə deyilmiş. İndi başa düşdük. Çünki bu gecə gəlib övliyalara ağlamağa bacarır. Allah hüccətlərini tanıyır. Allah hüccətlərinin müsibətinə göz yaşı dökməyi bacarır. Bunun ümidi var. Bunun düzəlmə imkanları var. Bu Allah hüccəti ilə rabitəsini kəsməyib, qırılmayıb. Amma diqqətli olar ki, günahlar səbəb olur bir yerdə gəlir və adamın Allah hüccəti ilə rabitəsi də kəsilir. Rəvayətlərdə var, günahda israrlı olmaq. Günahı hey təkrarlamaq, ard-arda təkrarlamaq. Baxmayaraq ki, səğirə günahlardandır, kiçik günahlardandır. İnsan kiçik günahları ardıcıl təkrarladıqca bu çevrilir, olur kəbirə günah, böyük günah. İnsan fikir verirsən, deyir ki, məsələn, eybi yoxdur da, teki günahımız bu olsun. Eybi yoxdur, bu günahı bu cür eləsək də bir şey olmaz. Mömindir, gedir, görürsə, məsələn, restoranda qabağına bir şey qoydular, baxıb görür ki, məsələn, toyuq əti gəlib qabağına, halal da, haramda salı zarafətə eşya, Allah keçər günahımızdan. Kiçik günah, yaxşı. Kiçik günahda adi yanaşmaq, kiçik günahlara laqeyd yaraşmaq, kiçik günahlarda israrlı olmaq, hədis buyurur ki, çevirib olur böyük günah, kəbirə günah. Bəs kəbirə günahın nəticəsi nədir? Kəbirə günahların da nəticəsi budur ki, təqva hüdudlarından insan xaric olur. Təqva hüdudlarından xaric olmağın səbəbi nədir? İnsan bədbəxtləşir və itaətin qəbul olunmamasına səbəb olur. Da itaət ondan qəbul olunmur. Baxma namaz qılır, baxma oruç tutur, baxma həccə gedir. Da itaət ondan qəbul olunmur. Və ardıca nə gəlir? Ardıca həmin insanda ilahi sərhədlərə qarşı süslük və dinə qarşı etinasızlıq yaranır. Və sonra başlayır o adam yavaş-yavaş dini məsxərə eləməyəcək. Bu cür insanlar da görürüz. Günə müsəlman idi. Bəlkə elə ibadət də edirdi. Bəlkə elə onu görmüşdünüz İmam Hüseyin məclislərində də. Məsciddə də görmüşdünüz.
Hey, yavaş yavaş bir həddə gəlir çatır ki, ondan sonra başlayır da dini məsxərə edir. Dini ayinləri ələ salır. Bu öz başına olmur ki. Bunlar hamısı ardıcıllıqla gələn məsələlərdir. Silsiləvi hadisələrdir insan həyatında baş verir. Bu gecədə biz bir zikr eləyirdik sizinlə bir yerdə cəm şəkildə. Allahümmə lə'ən qatalətə əmiril müminin. Allahım, lənət elə əmiril mümininin qatillərinə. Amin. Dedik amin. Yaxşı. Həzrət Əli əleyhissalamın qatili kim idi? Allah lənət eləsin. İbn-i Mülzəmə Muradı. Bir nəfər adam idi da gəldi bu gecə Həzrət Əli əleyhissalamın başına mehrabda, səcdə halında zərbə vurdu. Zəhərli qılıncla bir zərbə vurdu Həzrət Əli əleyhissalamın başına. Bir nəfər idi. Biz niyə cəm şəkildə dedik Allah Həzrət Əlinin qatillərinə lənət elə ki? Deyir, Allah Həzrət Əlinin qatilinə lənət elə də, məlumdur Həzrət Əlinin qatili İbn-i Mülzəm. Bizə məsumlar öyrədirlər ki, İbn-i Mülzəm Həzrət Əlinin şəhadətinin görsənən tərəfidir. Həzrət Əlinin şəhadətə çatması, Həzrət Əlinin öldürülməsinə səbəblər var, o cəmiyyətdir. İbn-i Mülzəm o cəmiyyətin simasıdır, görünən tərəfidir. Cəmiyyətin süqutu gəldi Həzrət Əlini şəhid elədi. Cəmiyyətin süqutu gəldi İmam Hüseyin əleyhissalamı şəhid elədi. Öz başına bu hadisələr baş vermədi ki. İbn-i Mülzəm harada cəsarəti tapdı ki, gəldi Allahın hüccətini, müsəlmanların xəlifəsini məsciddə cəmaatın gözünə qabağında vurdu. Demək ki, insan günah halı insanı bir yerə aparıb çıxardır ki, ola bilər insan o qədər günahda israrlı olar. Bu gecə tövbə edib həqiqətən qaydımasa Allah dərgahına, elə bir hala gəlib düşə bilər ki, necə Həzrət Əli əleyhissalamın zamanında ona qarşı çıxanlar var idi, İmam Hüseyin əleyhissalamın zamanında ona qarşı çıxanlar var idi. Bizdə mümkündür bir həddə gəlib çatar ki, biz də zamanı imamına qarşı çıxmış olaq. İndi desək, hamımız deyərik ki, Allah göstərməsin. Amma bu əməllər ki, günahlar ki, ard-arda gəlir, bura aparır. Allah göstərməsindən iş olmur. Yəni, mənim getdiyim yol ora aparır mən. Mən çıxmışam bu məsciddən, üst tutmuşam üzü aşağı. Hamı bilir ki, mən üzü dəniz tərəfə gedirəm. Allah eləməsin, mənim yolum, səmtim Bakıdır. Bundan iş düzəlmir. Sən səmtini bu üzə tutmuşsan da, gedib Bakıya çıxa bilməyəcəksən, mənzilə çata bilməyəcəksən. Özü dur deməlisən, əvvəl o getdiyin yoldan qayıtmalısan, sonra düz səmtə yol götürməlisən. Elə o getdiyin səhv yolda, əstəğfirullah deyir, Allah bağışla məni deyir, inşallah yaxşı olar deməklə iş olmur. Hətta mən İmam Sadiq əleyhissalamdan bir hədis demişim. İmam buyurur ki, insan o günahlar ki, onu aparır imam qatili olmağa, ya məsələn cəhənnəm əhli olmağa, bunlardan mütləq qayıtmalıdır, dayanmalıdır və ondan sonra istiğfar eləməlidir. Bu gecə əzizlərim, biz deyirik ki, Allahın rəhməti bu gecə hədsiz şəkildə şamildir. Hamını tutub Allahın rəhməti bu gecə. Amma bu gecə Allahın rəhmətini xatırlamaq yaxşı bir haldır. Bu gecənin əməllərindən biri budur ki, ilahi rəhməti xatırlayaq. Lakin deyiblər ki, bundan bərabər ilahi qəzəbi də unutmamaq şərtini. Bir də bunu düşünün ki, Allahın rəhməti ilə bərabər ilahi qəzəb də var. Bu gecə necə ki, min dəfə artıq bir əmələ savab yazılır, bu gecə mənim bir anlıq qəflətim də min bərabər qəflətə yazılır.
Ona görə insan yavaş-yavaş nə etməlidir? Təkmilləşməlidir, düşünməlidir, dərk eləməlidir. Bir hədisdir, mən inşallah nəsib olsa bir neçə günün içində istəyirdim o hədisi oxuyum sizlə birlikdə. Elə ki, Ramazan ayı daxil olurdu, az qalmışdı Ramazan ayı daxil olsun. Seyyid ibn Tavus bu hədisi nəql edir. Deyir, Peyğəmbər Əkrəm üst tutdu əshaba, Həzrət buyurdu, İzad dəxələ şəhri Ramazan təğəyyərə ləvnah. Elə ki, Ramazan ayı daxil olurdu, Peyğəmbər Əkrəmin siması dəyişirdi, çöhrəsi dəyişirdi, rəngi ağarırdı. Həzrətin namazları çoxalırdı, zikirləri çoxalırdı, ibadət halı çoxalırdı. Həzrət üst tutdu, əshaba buyurdu, Subhanallah, maza təstəqbilun, Subhanallah. Bilirsiniz, nə söz tutub gəlir, bilirsiniz, nə gözləyirsiniz. Əshab təəccüblə soruşdu, ya Rasulallah, vəhyun nəzələ əv aduvvun hazara. Ya Rasulallah, vəhy nazil olur, yoxsa düşmən gəlir, düşmən hücum çəkir bizə tərəf. Yəni, o dövrdə müsəlmanların iki dənə ən böyük gözləntisi olurdu. Bir, vəhy nazil olurdu, Quran tədricən gəlirdi, təzə ayələri eşidirdilər, təzə hökmləri eşidirdilər, təzə qadağaları eşidirdilər. Bir də çoxlu müharibələr baş verirdi də, intizarları bu ki, yenə düşmən bizə həmlə elədi. Əziz Peyğəmbər buyurdu ki, xeyr. Nə vəhy nazil olur, nə də düşmən gəlir. Bir dənə ilahi rəhmət ayı sizə tərəf gəlir. Allahın məğfirət ayı gəlir. Bundan müğayət olun. Həzrət buyurdu ki, bu ay elə bir aydır ki, bu ayda bağışlanmamaq mümkün deyil. Həzrət minbərə çıxa-çıxa 3 dəfə amin dedi. Soruşdular, ya Rasulallah, nəyə amin dedin? Dedi, qardaşım Cəbrail gəldi. 3 dənə dua elədi, mən də onun dualarına amin dedim. Ya Rasulallah, hansı dualar idi? Həzrət buyurdu, birincisi bu idi ki, Həzrət Cəbrail dedi ki, Allah lənət elə haqqı valideynlərə, valideyn ehtiramını qorumayan evladlara lənət eləcəklər. Mən də dedim, amin. İkinci duası bu oldu. İlahi, lənət elə Peyğəmbər Əkrəmin adı gələrkən ona salavat, zikr etməyənlərə. Mən də dedim, amin. Peyğəmbərin gül zamalına salavat zikr deyəcək. Allahümmə səlli ələ Muhamməd. Üçüncü dua elədi, dedi ki, ilahi, lənət elə o şəxsi ki, Ramazan ayı gələ keçə, o bağışlana bilməyə. Mən də dedim, amin. Baxın, Peyğəmbər elə bəddua eləməzdi. Birdən az ehtimal bir şeyi əldə etməmək məsələsi olsaydı, Peyğəmbər orada amin deməzdi. Məsələn, çətin bir şey olsaydı, məsələn, deyilsəydi ki, kim həccə getməsə Allah ona lənət eləsin, Peyğəmbər orada amin deməzdi. Çünki bu bir güc qüdrət istəyir. Birdən deyilsəydi, kim gecə namazı qılmasa Allah ona lənət eləsin, Peyğəmbər orada amin deməzdi. Peyğəmbər Əkrəm rəhmət Peyğəmbəridir. Elə şey amin deyir ki, yəni bunu əldə etməmək mümkün deyil. Ramazan ayı gəlsin, sən bağışlana bilməyəsən, Ramazan ayı gəlsin, sən ilahi rəhməti qazana bilməyəsən, mümkün deyil. Ona görə Peyğəmbər deyir ki, amin. Bu ayda doğrudan kimsə bağışlana bilməsə doğrudan bədbəxtdir. Yəni ilahi rəhmətin içində, baxın bir misal çəkim, təsəvvür ediyor. Bir misal çəkim. Bir su qabın var, səhradasan, susuzluqdur. İndi gəlib yetişmirsən bir dənə çeşmənin, bir dənə bulağın başına. Hamı qablarını doldurur, biraz gedirlər oradan, sən çönürsən ondan bundan su istəyirsən. Deyirlər ki, bəs sən su götürmədin, deyirsən ki, yox. Adama deyərlər, bədbəxtsən də. Hamımız çeşmənin başındaydıq, sən niyə bu sudan götürmədin? İndi o çeşmənin mənbəyindəyik, niyə biz götürməyək? Elə bir fürsətin içindəyik. Əlimizi hara açsaq ilahi rəhmətdir. Əlimizi hara uzatsaq Allahın ətəyindən yapışacaq bu gecə. Necə ola bilər mən bağışlanmayayım bu gecə? Çox ümid var ol.
Nəinki ümidvar ol, yəqinin olsun ki, bağışlanacaqsan. Amma mərdlik bir şeydir də. Allah bu gecə sən bağışlanmağınla lütf elədinsə, mənə də düşən budur ki, mən də sənə söz verim də. Nə vaxta qədər sən məni utandıracaqsan ki, Allah? Bu dəfə də mən üzü ağlığına səninlə bağışlanmaq diliyim, deyim ki, Allah, dayı, qutardıq. Dayı, söz verdim, bitdi. Dayı, dəyişməyəcəyim. Yolumu, səmtimi tutub gedəcəyim. Bir nəfər Əbazərə məktub yazdı. Peyğəmbərin əzəmətli sahabələrindən, sadiq sahabələrindən. Vilayəti dərk eləyən kişilərdən idi Əbazər. Bir dənə məktub yazdı əziz Əbazərə. Dedi ki, məni nəsihət elə Əbazər. Əbazər ona bir kəlmə yazdı, bir cümlə yazdı Əbazər həmin şəxsə. Cavabında yazdı ki, dünyada sənə ən əziz olan adama xəyanət etmə. Ən əziz insana xəyanət etmə. Şəxs aldı məktubu, oxudu, elə də başa düşə bilmədi cümləni. Götürdü, yazdı ki, Əbazər, bu aydın məsələdir, mən heç vaxt dostlarıma, ailəmə xəyanət etmirəm. Mən elə bir nəsiyyət istədim səndən ki, mənim həyatımı dəyişsin. Əbazər məktubun cavabında bir daha ona yazdı. Dedi, insana həyatında özündən əziz biri yoxdur. Özüvə xəyanət eləmə insan. İstəyirik, filan kəs yaxşı olandır da, yox, heç kimə xəyanət eləməz. Yaxşı olan ilk növbədə özünə xəyanət eləməz. Mərdliyi olan insan özünə xəyanət eləməz. Sən özünə xəyanət eləməzsin. Biz əslində günah eləməklə özümüzə xəyanət edirik. Özümüzə cəfa edirik. Quran da bunun barəsində danışır. Ey mənim özünə günahla zülm eləyən bəndələrim. Allah yana sanki dirə bu ayəni. Yəni nə vaxta qədər özünüzə zülm eləyəcəksiniz ki? Buna görə bu gecə gərək, bunları gərək düşünmemiz. Və dedim ki, bir hədis, əziz Peyğəmbər, bir duadır əslində bu hədis, bir duadır. Peyğəmbər bu gecələrdə bu duanı elədi, Allahdan istədi. Allahumma əhillə aleyna. Allah, bu gecələri, bu dəqiqələri, bu saatları bizə nuş elə, bizə halal elə. Ardınca burada Allahdan 7 şey istədi. Bax, deyirdim, nə istəyəcək Allahdan? Allahdan istəklərini Peyğəmbər dilə gətirir. Birincisindir, ilahi, bil-əmin. Allah səndən əmin amanlıq istəyirəm, əmniyyət istəyirəm. Əmin amanlıq böyük bir neymətdir. Hədislərdə var, buyurur, la ni'mətə əhna minəl-əm. Əmniyyətdən üstün bir neymət yoxdur. Əmin amanlıq elə bir neymətdir ki, əmin amanlığın vasitəsilə insan rahat ibadət edir. İnsan rahat yaşayır. İnsan rahat ruzu qazanır, insan rahat inkişaf edir, insan rahat tərəqqi edir. Cəmiyyətlər əmin-amanlığın sayəsində inkişaf edirlər. Birinci duası Həzrətin budur, əmin-amanlıq istəyirəm Allah səndən, əmniyyət istəyirəm Allah səndən. Və sən görürsən, bir sel gəlir, bir tufan gəlir, bir zəlzələ gəlir, cəmiyyəti məhv edir, aradan gedir. Quran danışır bunun barəsində, görürsən, bəzi cərəyanların barəsində ki, onlara cürbəcür bəlalar gəldi, asmanı səs gəldi, bir bəla idi, ya böyük bir ildırım gəldi, ya böyük bir zəlzələ gəldi, tufan gəldi, bəzi cəmiyyətlər bunların vasitəsilə aradan getdi. Həzrət Musa əleyhissalamın qövmünün barəsində danışır Allah. Deyir ki, Həzrət Musa əleyhissalamın qövmi çox böyük bir təhlükənin altındaydı. Fir'on bunları təqib edirdi. Həzrət Musa əleyhissalam bunları Fir'onun zülmündən qaçırtdı. Gəldilər, çatdılar bir dənə böyük bir dəryaya. Həzrət Musa əleyhissalam ilahi möcüzə sayəsində əsasın vurdu, dərya aralandı, öz qövmünü keçirtdi, rifaha çıxartdı, əmniyyətə çıxartdı, əmin-amanlığa çıxartdı.
Dərya qapandı, Fironun qoşunu qərq oldu. Həmin qövm bilirsiniz, Həzrət Musadan sonra nə istədi? Quran danışır barəsində. Elə ki, keçdilər o dəryanı, o təhlükədən çıxartdı əmin-amanlığa Həzrət Musa əleyhissalam onları. Keçəndən sonra gördülər, o tayda bütpərəst bir cəmiyyətdir, bir dənə bütləri var, oturub ibadət edirlər. Baxdılar, gözləri düşdü o bütə. Dedilər ki, ya Musa, bizi üçün də bir dənə büt düzəltdi. Həzrət Musa əleyhissalamın sözünü Allah ayə şəklində Quranda gətirir. Sözü budur da, yəni Həzrət Musa söz tapmır da bunları demək. Deyir, nə nadan qövmüsüzsünüz, nə qədər nadansızsınız, nə qədər nankörsüzsünüz. Elə bilirsiniz ki, bugün biz bunu danışanda adama doğrudan üzünü gülməli gəlir ki, bunlar nə qədər bədbəxt idilər. Elə bilirsiniz, bizim özümüzün bütləri yoxdur. Musanın qövmünün o bütə gözü düşmüşdü, bizim də cürbəcür bütlərə gözümüz düşürdü. Biz də Allahı qoyub cürbəcür bütlərlə məşğul olmuşuq da. Birimiz üçün büt puldur, birimiz üçün mənsəbdir, birimiz üçün günahdır, birimiz üçün və sair və ilaxır. Sanki Peyğəmbər bizə xitabən, yəni hər kim ki bu cürdə ona xitabən deyir ki, nə bədbəxt, nə nankor, nə cahildir qövmüsüzsünüz. Quran danışır bir qövmün barəsində, bir dəryada qərq olurdular, qorxuya düşmüşdülər. Dedilər ki, Allah bizi çıxart quruya, başladılar dua eləməkə Allaha. Allah bilirsin nədir? Deyir, bunlar sanki düşünürdü ki, təhlükə ancaq dəryadadır, bəyəm quruda təhlükə yoxdur. Bəyəm quruda adamı gəlib təhlükə tapmır. Dəryadan qorxursansa, bəyəm quruda rahat yerdə insana bəlalar nazil olmur. Bəlalar insana nazil ola bilir. Həzrət buyurdu, Əfə əmintum ən yaxsifə bikum canibəlbər. Belə düşünürsünüz ki, elə quruda, rahatsızlıqda, İsra surəsində də əlbəttə bu ayə. Sizə bəla nazil ola bilməz. Siz elə dəryada olanda qorxuya düşmüşdünüz. Bəli, birinci duası Peyğəmbərimizin əminamanlıqdır. Lakin əminamanlıq özü nədir? Hər kəs əminamanlığı bir cür düşünür, bir cür qavrayır. Biz nə etməliyik ki, əminamanda olaq? Quran buyurur, Əl-ləzīnə əmənu və ləm yəlbisul imanəhum biz-zulmü ulaikə ləhumul əmin. Quran bizə əminamanlığın terminini öyrədir. Kimlər əminamandadır? O insanlar ki, iman gətirdilər və zülm etmədilər. Onlar əminamanlıqdadır. İnsan möhkəm iman gətirəcək və iman gətirəndən sonra zülm etməyəcək. Bu əminamanlığın terminidir. Bir cəmiyyət ki, imanlı olsa da zülm etməsə, bu əminamanlıqda olan bir cəmiyyət olacaq. Quran buyurur bəzilən barəsində ki, onlar ki, deyirlər, biz iman gətirdik. Elə zənn edirlər ki, doğrudan iman gətiriblər. Elə iman gətirdik deməklə adam iman gətirmir ki. Namaz qılmaqla insan iman gətirmir ki. İman qəlbən, Allaha yəqinlə, Allaha arxayınçılıqla olmalıdır. Həzrət Əli əleyhissalam dəfələrlə Kufə əhlinə, Mədinə əhlinə deyirdi ki, sizin mənə qarşı etdiyiniz zülmün nəticəsi olacaq ki, sizə pis insanlar gələcək, zülümkar insanlar, istəmkar insanlar sizə gələcək, əvəz edici olaraq mənim yerim alacaq. Və tarix də bunu göstərdi. Tarix də bunu göstərdi ki, bir cəmiyyət Əli əleyhissalamın qədrini bilmədisə, bir cəmiyyət İmam Hüseyin əleyhissalamın qədrini, dəyərini bilmədisə, o cəmiyyətə gəldi Yezid, o cəmiyyətə gəldi Həccac, o cəmiyyətə gəldi ondan sonraki, görürsən ki, elə bir insanlar ki, o cəmiyyətə rəhm eləmədilər. O cəmiyyətə əksinə bəlkə zülm elədilər.
Halbuki Həzrət Əli əleyhissalam onlar üçün canı yanırdı. Həzrət Əli əleyhissalam həm onların imanını qoruyurdu və həm də onların rifahını, cəmiyyətdəki ədalətli yaşayışı bərpa etməyə çalışırdı. O dövrün insanları həmin ədalətli yaşayışı nizamı qəbullana bilmirdilər, Həzrət Əli əleyhissalama qarşı çıxırdılar. Çünki insan tutumunu dəyişməlidir ki, ədaləti qəbul edirsin. Bütün insanlar ədaləti dil olaraq istəyirlər. Amma ədalət onun özünə tətbiq olunanda qəbullana bilmirlər. Bir şair var idi zamanında. Həzrət Əli əleyhissalamın barəsində mədhilər yazırdı. Həmin şairin bir günah bir işi oldu. Bir dostu qonaq çağırmışdı onu Ramazan ayında. Əvvəl ona dedi ki, gəl çörək yeyir də. Günün gün orta vaxtında. Dedi, Ramazan ayıdır. Dedi ki, Allah bağışlayandır da. Bayaq deyirdim, Allahın rəhməti ilə bərabər Allahın qəzəbini unutmamalıyıq. Hələ Allah bağışlayandır deyib bir ömür günah edəbiliriz. Dedi, Allah bağışlayandır da, indi də gəlmişsən, bu cür naz neymət süfrədə düzəltmişsən, bir şey olmaz. Əzizlər, diqqətli olaq, bu cür dırnaq arası dostlar bizim həyatımızı məhv edirlər. Bir məclisə gedərsən, əşi bir dəfə ilə bir şey olmaz. Əşidər bugün gəlmişik bu məclis xatirinə, eybi yoxdur, Allah bağışlayar da, o bağışlayanlar insanı bilirsən neyinir, bax danışacam hadisəni. Həmin şəxs bir ömür Həzrət Əlinin barəsində şeir, mədhiyyə yazmışdı ya. Bir ömür xidmətdə olmuşdu Əhl-i Beyt qapısında. Dostu dedi, bu da açdı orasını. Gündüzün gün orta çağırdı, biraz o taimlardan gidi. Sonra dedi, dayındı, məsciddən uzaq, mənbərdən uzaq. Dedi, gəl bu şərabdan da biraz içək. Günah günahı gətirər. Bu şərabdan da içdi, çıxdı, başladı mahnı oxuya, küçədə getməyə Həzrət Əmr əleyhissalama xəbər verdilər. Həzrət Əmr əleyhissalama xəbər verdilər ki, bu sənin üçün həmişə şeir yazan adam içkilidir. Küçədə gəzir, Həzrət çağırtdırdı onu. Meydanın ortasında məhkəməsini qurdu, dedi buna 100 şallah vurulmalıdır. Dedilər, ya Əmir-ül-Müminin, bu səni sevənlərdəndir ya. Bu sənin barəndə mədhiyyə yazanlardandır ya, şeir yazanlardandır ya. Tutki olsun, heç nə dəyişmir. Həsən aldatmayaq, mən özümə ki, İmam Hüseyni sevirəm, İmam Hüseyni göz yaşı dökürəm, elə bir iş görərəm ki, day məni bağışlamazlar. Bir dəfəlik bir qələmdə silərlər məni. Həzrət Əli əleyhissalam 2 şallah vurulmalıdır. Dedilər, ya Əmir-ül-Müminin, indi 2 şallah vurulmalıdır. O zaman içməyin aşkarda cəzası 80 şallahdır. Buna niyə 100 şallah vuraq? Dedi, 80 şallah içki içdiyinə görədir. 20 şallah da bu ayın ehtiramını sındırdığına görədir. Gündüzün gün orta çağıb bu aya hörmətsizlik elədiyinə görədir. Dedilər, ya Əli, sən buna şallah vursun, bu səndən uzaqlaşıb gedəcək Maviyyənin qapısına. Həzrət Əmr əleyhissalam nə dedi? Dedi, elə o Maviyyənin qapısına getmək yaxşıdır. Bizim qapımızda olan gərək ilahi hədləri qorusun. Doğrudan da həmin şəxs getdi Maviyyənin qapısına. Getdi Maviyyənin qapısına. Maviyyə onu görəndə sevindi. Təbii ki, Həzrət Əli əleyhissalamın yanında olanlardan məşhur bir adamın gəlib Maviyyənin yanında yer tutması Maviyyə üçün şərəf idi. Bir söz dedi, Maviyyə, nə Əliyə düşmənçiliyimdən sənin qapıya gəlmişəm, nə də sənə məhəbbətimdən sənin qapıya gəlmişəm. Sadəcə Əlinin ədalətin həzm eləməyə gücüm çatmadı. Əlinin ədalətin həzm eləyə bilmədi. Ona görə insan tutumunu elə böyütməlidir ki, zəmanə imamının tətbiq etdiyi ədaləti qəbul eləməlidir insan. Həzm eləməlidir insan. Və bunun bir dənə yolu var. İnsan bu gecələrdə özünü dəyişəcək. Bu gecələrdə özünü dəyişə bilməsə insan, günahdan təmizlənə bilməsə insan,
öz nuraniyyətini artıra bilməsə insan hər an onu təhlükə gözləyir. Və bu gecələr o Həzrətin şəhadət gecələridir. Bu gecə o Həzrətin zərbətlənən gecələridir. İnşallah roza deyən qardaşlarımız var məclisimizdə, məddahlarımız roza deyərlər, əzadarlıq eləyərik məsum imamımıza. Bu gecə Həzrət Əli əleyhissalam mehrabdadır. Gəlib məscidə Qədr gecəsidir. Həzrət Əli əleyhissalam ibadət eləsin, itaət eləsin. Rəvayətdə var, deyirlər ki, Həzrət Əli əleyhissalam məscidə daxil olanda gördü İbn-i Mülzəm məsciddə uzanıb. Gördü İbn-i Mülzəm məsciddə uzanıb. Hətta deyirlər, Həzrət özü onu oyatdı yuxudan. Ki, qalx, sübhə az qalır. Bu, onun göstəricisidir ki, Həzrət Əli əleyhissalam özü şəhadətin üstünə gedirdi. Şəhadətdən qaçmırdı. Çünki bir ömürlük nigarançılığı var idi. O nigarançılığının mükafatını bu gecə alacaqdı. Gəldi, ibadət edir Həzrət, namaz qılır, səcdədədir. Məlun İbn-i Mülzəm o Həzrətin başından bir zərbə vurdu. Və neçə gün zəhərlə itlənmiş bir qılıncla zərbə vurdu. Deyirlər, Cəbrail əleyhissalam ərşidən nida elədi, bu gecə dinin sütunusundur. Bu gecə İslamın sütunusundur. Belə ki, zərbə dəydi Həzrətin başından, bir kəlmə dedi. İlahi, fustu və Rabbil Kəbə. Kəbənin Allahına and olsun ki, nicat tapdı. Kəbənin Allahına and olsun ki, mən nicat tapdım. Yəni, əslində Həzrət Əli əleyhissalam dünyadan doymamışdı ki. Həzrət Əli əleyhissalam 63 yaşında ölüm axtarışında deyildi ki. Sadəcə bir ömür idi, Allah qapısında idi. O gecə bildi ki, elə Allah yolunda ölür, dedi ki, Allah şükürlər olsun sənə. Sonum yaxşı bitdi. O nigarançılığım ki var idi, o nigarançılığımdan arxayınçılığa keçdim. Fustular artıq Kəbə. Deyirlər, İmam Hüseyin əleyhissalam o Həzrətin qoluna giriblər, o Həzrətin taqəti yoxdur. Alıblar qucaqlarına, çıxıblar məsciddən, aparırlar evə. Həzrət Əmr əleyhissalam gəldi evinə çatanda, qapıya çatanda, dedi, oğlum Həsən, oğlum Hüseyin, məni qoyun öz ayağımdan gedir. Yanır el-müminin, axı səni qan aparır, yaralısan, sənin taqətin yoxdur, özün gedəsən. Dedi Həsən Hüseyin, bilirəm taqətim yoxdur, amma məcburam, istəmirəm ki, Zeynəb məni bu halınla görsün. Mənim əgər taqətim yoxdursa, Zeynəbin heç taqəti yoxdur məni bu halda görə. O bir dəfə məni Zəhranın şəhadətində yıxıldığımı görür. İkinci dəfə də istəmirəm əlini diz üstə görsün. Mənə imkan verin ayağımla içəri daxil olub. Həzrət daxil olub evə. Artıq Mədinənin küçələrinə səs yayılır. Deyirlər ki, Həzrət Əli əleyhissalamın qılınc zərbəsi zəhərlidir. O zəhər onun bütün bədəninə, qanına sirayət edir. Ümid yoxdur. Amma deyirlər, həkim deyir ki, biraz süd olsa bəlkə onun ağrılarını yüngülləşdirir. Onun yarasına az olsa məlhəm olar. Deyirlər, Mədinənin yetimləri hərəsi bir cam süd tapıb, gəlib bu günləri Həzrət Əli əleyhissalamın qapısında dayanıb. Deyirlər ki, Əmir el-Müminin, sən bizim atamız idin, biz sənə gətirmişik süd.
Bu günləri əzizlərim, o göz yaşlarını doldur, ovucuva, gəl dur Həzrət Əli əleyhissalamın qapısında. Dinən, ya Əmirül-Müminin, bu gecə sənin yaradan məlhəm, xanım Zəhranın yaralarına məlhəm, öz göz yaşlarını gətirmişəm. Bütün vücudumun dəyəri yoxdur, amma sizin yolunuzda axan bu göz yaşları bilirəm çox qiymətlidir, müştərisi xanım Zəhradır. Mən bu gecə bu göz yaşlarımdan gəlmişəm qapınıza. Ya Əmirül-Müminin. Bir neçə ay bundan öncə idi. Əzizlər məsciddə ziyarət-i aşura oxuyurdular. Bir yerinə gəldi, çatdı. Ki, İmam Hüseyin əleyhissalamın barəsində dedi ki, ya Peyğəmbər, ya xanım Zəhra, Hüseynivi qanına qəltan elədilər. Qanına boyadılar, səhra üstündə qaldılar. Bir anda idi, bəlkə ilk dəfə idi mən o cümlənin mənasını başa düşdüm ki, bu xəbər o zaman yayılıb və hər kəsə satıb ki, İmam Hüseyin şəhid oldu. Bu özü bir rozədir. İmam Hüseyin şəhid olub bir rozədir. Daha onun detallarına ehtiyac yoxdur ki, İmam Hüseyin kimi bir şəxsiyyət şəhid olur. İndi bu gecə Mədinədə xəbər yayılıb ki, Həzrət Əli əleyhissalamı vurublar. Sən bunu təsəvvür edirsən. Düşünə bilirsən ki, o gün Həzrət Əli əleyhissalam dinin sütununun vurulması səhnəsini eşitməyinə ağır idi. Sən 1400 il sonra eşitmişsən, ağlayırsan. O günləri İmam Hüseyin bu xəbəri eşitdilər. Xanım Zeynəb bu xəbəri eşitdi. Ümmü Kulsum bu xəbəri eşitdi. Gətiriblər, artıq Həzrəti uzadıblar, o ölüm yatağında. Deyirlər, son saatları da Həzrətin, son dəqiqələridir. Həzrət dedi ki, bütün evladlarım cəm olsun başıma. Qonaqlar hamısı çıxsın, evladlarımla bir danışım. Evladlarıma bəzi nəsihətlərim var. Hamısını çatdı, evladlarının hamısını cəm elədi. Hamısını çağırtdırdı yanına. Bilirlər, İmam Həsən yanındadır, İmam Hüseyin yanındadır, xanım Zeynəb yanındadır, Məhəmməd Hənəfiyyə yanındadır. Bütün balaları Həzrəti ətrafına alıblar dövrəyə, baxırlar, əllərindən də bir şey gəlmir. Həzrət Əmr əleyhissalam dünyasını dəyişir. Həzrət gözlərini açdı, baxdı bir evladlarının üzünə. Baxdı, sonra bir üzün çevirdi İmam Hüseyin tərəfə, dedi ki, oğlum Hüseyin, baxıram ki, bütün evladlarım buradadır. Amma Həzrət Əbəlfəz yoxdur. Həzrət Əbəlfəz yoxdur. Hüseyin, Əbəlfəz haradadır? İmam Hüseyin əleyhissalam deyir, mən keçdim, o bir otağa gördüm Həzrət Əbəlfəz. Qeyrətli Həzrət Əbəlfəz. Çətin də oğul qeyrətli olan atasını vurublar, əli qolu bağladı, bir şey deyə bilmir. Alnını qoyub divara deyir, Həzrət Əbəlfəz elə hönkürtü ilə ağlayır. Sən də elə bu günün göz yaşları, qat Həzrət Əbəlfəz göz yaşları. İmam Hüseyin əleyhissalam dedi, qardaşım Əbəlfəz atamız hamısı çağırıb, niyə sən gəlmirsən? Dedi, qardaş, mən həya eləyirəm, orada xanım Zəhra balaları cəm olub. Mən xanım Zəhra balası deyiləm ki, gələm. Dedi, atamız səni də çağırır. Bir gəldi, İmam Hüseyin əleyhissalamı çağırdı, Həzrəti Əbəlfəz əleyhissalamı çağırdı. Ondan sonra Həzrət Əbəlfəzin əlini tutdu, İmam Hüseyin əleyhissalamın əlini, bunları birləşdirdi. Dedi, oğlum Əbəlfəz, bütün balalarıma nəsiyyətlərimi eləyirəm. Amma sənə sonuncu nəsiyyətim budur, bu Hüseynin əlindən bərk yapış. Bu Hüseynin əlini heç vaxt bıraxma günə. Əzizlərim, siz də İmam Hüseyin əleyhissalamın ətəyindən bərk yapışır. Elə yapışar İmam Hüseyin əleyhissalamın ətəyindən ki, bir də bıraxmıyor. Deyirlər, Kərbəlada
İmam Hüseyin əleyhissalam gəlir, görür ki, Həzrət Əbəlfəz atdan düşüb, əllər yoxdur. Deyirdi, onda Həzrət Əbəlfəz nigaran bir halda ağladı. Dedi, qardaşım, atamın vəsiyyətinə əməl eləyərdim, amma əllərim olsaydı. Ələ lə'nətullah aləl qovmis zalimin.